Bismillahirrahmanirrahim. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Qurani-Kərimdən 125 kəlməni öyrənməklə onun 50%-ni anlamağa hədəflədiyimiz dərslərimiz davam edir inşallah. Növbəti kəlməmiz misli, oxşar, kimi deməkdir. Dilimizdə misal, məsələn, təmsil, timsal kimi də istifadə edirik. Mislun, kəmislihi, əmsal, misli, məsələ kimi Qurani-Kərimdə rast gəlinir. 169 dəfə təkrarlanır. Şura surəsi 11-ci ayə. Ləysə kəmislihu şeyun və huvə səmiul bəsir. Ləysə yoxdur, kəmisli ona oxşar, ona oxşar şey, bir şey, heç nə və huvə o səmiul bəsir və o səmiul eşidəndir, bəsir görəndir. Səri sürət deməkdir. Sürət sözü də elə bu sözdən törənmişdir və 30 dəfə Qurani-Kərimdə təkrarlanır. Səriən, yusəriunə və səriu kimi rast gəlinir. İbrahim surəsi 14-cü ayə. Liyəcziyəllahu kullu nəfsi mə kəsəbət. İnnəllahu səriul hesab. Liyəcziyə, Allah cəza vermiş, əvəz vermiş olsun. Kullu nəfs, bütün nəfslərə mə kəsəbət, nəyi qazandıqları, nəyi kəsb etdiklərinə görə. İnnəllahu, həqiqətən şübhəsiz Allah, səriul hesab, hesabı tez çəkəndir. Vəchun, Qurani-Kərimdə 72 dəfə təkrarlanır. Üz deməkdir, insanın bir üzü deməkdir. Eyni zamanda istiqamət, yönəlmək və tərəf kimi Qurani-Kərimdə istifadə olunur. Və vəcihan, vəchətən, ucuhakum, vəchəhu və təvəccüh kimi rast gəlinir. Ərəf surəsi 29-cu ayə. Və əqimu ucuhakum ində kullin məscidin. Və əqimu, qalxın, tutun, ucuhakum, üzünüzü, ində kulli məscidin. Bütün məscidlərdə üzünüzü ona tərəf tutun. Əynu, göz deməkdir. Və Qurani-Kərimdə 61 dəfə təkrarlanır. Və əynu, uyun, gözün cəmidir. Əyni, əyninə, əyniha və qurrətəl əyn, gözlərin işığı. Uyunuhum, gözləri, bil əyni kimi rast gəlinir. İndi Təkasür surəsinə də baxaq, 7-ci ayə. Sümmə lətərəunnəhə əynəl yəqin. Sonra lətərəunnəhə, görəcəklər, onu mütləq görəcəksiniz. Əynəl yəqin, gözlərinizdən yəqinliklə, yəni həqiqəti gördüyünüz kimi onu mütləq görəcəksiniz. Darun, ev deməkdir. 54 dəfə təkrarlanır. Darun, dairətun, diyarikum, diyarina, darə, əd-dar kimi rast gəlinir. Dilimizdəki o diyar sözü də dediyimiz, bax bu sözdən törənmişdir. Mömin surəsi 39-cu ayə. İnnəl əxirəti hiyə darul qərar. İnnə, həqiqətən, axirəti hiyə, o evdir ki, darul qərar, qərar olunmuş, əbədi olunmuş yurt, ev, axirət yurdudur. Qəriyyətun, dilimizdə kənd, qəsəbə, şəhər mənasını verir və Qurani-Kərimdə Məkkə şəhərinə verilən al, Ummul Qəra, Qura, şəhərlərin anası, həmin bax bu sözdür. Və Qurani-Kərimdə qəriyyətikum, Qura, qəriyyətə, qəriyyəti kimi rast gəlinir. Ərəf surəsi
101-ci ayə. Tilkəl qura nəqussu ələykə min ənbəihə. Tilkə o qura məmləkətlərin nəqussu söyləyirik ələykə sənə min ənbəihə xəbərlərini. Bəzi xəbərlərdir, o məmləkətlərin bəzi xəbərlərini sənə söylədik. Aqibət elə bildiyimiz elə aqibət mənasında elə özümüz doğru işdə istifadə edirik və 80 dəfə Qurani Kərimdə təkrarlanır. Bir şeyin sonu, mənzili deməkdir. Səffat və Quran-ı Kərimdə aqibətun, uqbəha, uqbə, aqibənə kimi rast gəlinir. Səffat surəsi 73-cü ayə. Fənsuru kayfə kanə əqibətu munzirin. Fənzuru, bax gör, kayfə oldu, necə kanə oldu, aqibəti munzirin, qorxudulanların, xəbərdarlıq edilənlərin aqibəti necə oldu. Bu öyrəndiklərimizi inşallah yenə bir cəld şəkildə təkrarlayaq, yadımızda yaxşı qalması üçün. Misli, elə bildiyimiz bisli, oxşar deməkdir. Səri'u, sürət deməkdir. Vəchun, üz deməkdir, tərəf deməkdir. Əyn, göz deməkdir. Daru, ev deməkdir. Qəryətun, şəhər, kənd, qəsəbə deməkdir. Aqibətun bildiyimiz aqibət sözüdür. Allah təbarək təala inşallah bizim də aqibətimizi inşallah xeyirlərdən qərar versin. Bununla da bu dərsimizdə yekunlaşdırdıq. Növbəti dərsdə görüşənə kimi. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.